Bugün sizlərlə çox dadlı və fərqli olan quş südü tortunun reseptini bölüşürəm. Bunun üçün qazana 2 yumurta, 1 stəkan şəkər tozu, 1 çimdik duz, 1 xörək qaşığı bal, 3 yemək qaşığı suyu töküb qarışdırdım. Və ocaqda su buxarında qaynayana dək qarışdırıram. Və artıq köpüklənməyə başlayanda ocaqdan götürdüm. Üzərinə 1 paket şəkərli vanil və yarım çay qaşığı sodanı töküb qarışdırdım. 400 qram undan 2 xörək qaşığını bura əlavə edib ilk öncə bunları qarışdırıram. Ardından qalan unu da masanın üzərinə töküb yumşaq bir xəmir yoğurdum və xəmiri uzun sov formaya gətirib 6 bərabər hissəyə bölüb kündələyirəm. Sonra yağlı kağızın üzərinə un səpirəm və kündəni bura yerləşdirib altına üzərinə yenə yaxşıca un səpib yayıb açıram kündəni. Və yuxalar tez bişir, 2-3 dəqiqəyə hazır olur. Ona görə məsləhətdir ki, 2-3-ünü hazır eləyib sonra başlayasınız bişirməyə. Krem üçün 250 qram yumşaq kərə yağını mikserlə qarışdırdım. Ardından bir banka qatlaşdırılmış südü bura əlavə edib qarışdırdım və başlayıram tortumu hazırlamağa. Yuxanın birini yerləşdirib üzərinə kremin bir hissəsini çəkdim və digərini də eyni üsulla hamısını bu cür üst-üstə düzdüm. Axırda üzərini və kənarını da kremləyəndən sonra soyuducuda 1-2 saat gözlətdim və artıq qalan yuxanın qırıntılarını da kənar hissəsini tortun bəzədim və tortun üzərində əridilmiş şokoladla örtdüm. 3-4 saat gözlədəndən sonra çox dadlı yumşaq alınır, amma mən səbirsiz olduğum üçün gözləyə bilmədim. Çox dadlı alındı, mütləq siz də hazırlayın.